səsli videonu izləyən hər bir kəsdən öncə üzr istəyirəm. Qeyri-professional hazırladığım bu səsli kitabın ilk səhifəsinə başlayıram. Yazıcı deyiləm. Adi bir vətəndaşam, bir anayam, bir Azərbaycan qadınıyam. Uzun illərin xatirələri qəlbimdə yığılıb qaldıqdan sonra bir kitab yazmaq qərarına gəldim. Bu kitabı niyə 21-lər adlandırmaq fikrinə düşdüm, bunu sonralar anlayacaqsınız. Şair deyiləm, yazıcı deyiləm, adi bir insanam. Qabaqcadan konspekt də hazırlamamışam. Qəlbimin səsini dinləyərək yazmışdım o əl yazmasını. Amma illər keçdi, mən iman süfrəsinin şagirdi oldum. Bu süfrədən aldığım təlimdən sonra qəlbimdə bitən bəzi toxumlar kitabı əl yazması formasında deyil, səsli formada və bəzi faktları açıqlamadan, üstü örtülü anlatmaq qərarına gətirdi məni Rəbbim. Bəli, Rəbbim deyəcəksiniz, kitab hara, Rəbbim hara. İmanla elm bərabər addımlamayınca dünyada haqq, ədalət olmayacaq. Bu kitabı bir bacının dilindən nəql edəcəm. Nələr danışacağım, nələr deyəcəm, bunu zaman göstərəcək. Təsəvvürünüzə gətirin ki, bu sinədən deyilən sözlər olacaq. Bəlkə də 5 dəqiqə, bəlkə də 10 dəqiqə, bəlkə də daha çox vaxtınızı alacaq, bilmirəm. 2014-cü ildə artıq kitab hazır idi. Azərbaycana gələndə bir nəşriyyata yaxınlaşdım. Əl yazmamı göstərdim. Qiyməti deyəndə biraz pərişan oldum. Bildim ki, gücüm çatmayacaq. İllər ötdü, rəfdən rəfə, qutudan qutuya əl yazması saraldı. Bu şəbəkəyə, TikTok sosial şəbəkəsinə gələndən sonra bir gün qəlbimdən bu kitabı belə səsləndirmək fikri keçdi. Bilmirəm nə dərəcədə buna nail ola biləcəm, amma heç yerdən oxumadan qəlbimin səsi ilə yazılan bu sözlər həqiqətlərdir, yaşanmışlardır. Bir insanın yaşadığı acılar həqiqətlərdir. Bunu bir bacının fəryadı da deyə bilərdim. Sonralar düşüncəmə, dərrakəmə gəldi bu. Amma ilk yazanda 21-lər idi məqsədim. Bu 21-lər kim idi? Niyə 21-lər? Və niyə 28 may 2026-cı ildən hazırlanmış, kustar formada hazırlanmış, qeyri-professional formada hazırlanmış bu üz qabığı 21-lər adlanır. Allah nəsib edərsə bunu bərabər aşkar edəcəyik. Həyat Azərbaycan xalqına çox çətinliklər yaşatdı. 21-lər bu çətinliklərin içindən baş qaldıran cəngavərlər idi. Çox dərinə getməyəcəm. Çünki nə? Çünki hər bir tapmaca tapılandan sonra maraqsız olur. Burada isə böyük tapmaca var. Öncə bu səs yazmalarında adı çəkilən insanlardan üzr istəyirəm ki, onların adını çəkəcəm. Vəzifə sahiblərinin adını çəkməyəcəm. Çünki çoxları həyatda yoxdur. Həyatda olanları da
Yaradan Rəbbimə şükürlər olsun. Allah onları qurd nəfsli yaradıb. Mən onları qınaya bilmərəm. Qınayıb günaha bata bilmərəm. Amma bu əhvalatların içində adı çəkilən hər bir kəs həyatdadır. Hər bir kəs bunları iştirakçısıdır. Yaşayıblar, yaşadıblar. Necə deyir Emana, Nurema Qəlbinur. Bu dünyada qınadıqlarımızı yaşamadan, yaşatdıqlarımızı yaşamadan ölüm yoxdur. Mən onlara ölüm arzulamıram. Mən arzu edirəm ki, onlar bir dünyada olduqca yaşasınlar. Heç etdiklərinin cəzalarını da yaşamasınlar. Arzu etmirəm. Çünki insanın ağzından çıxanı özü yeyir. İstəmirəm ki, balalarıma miras qoyum. Amma istəyirəm ki, mənim bu harayımı, bu səsimi, bu sözlərimi hamı eşitsin. Düşündüm ki, bu yeganə yoldur. Əlbəttə ki, sizin sayənizdə. Məni dinləyən, izləyən, izləyicilərimin sayəsində. Bir bəyənmə, bir qırmızı ürək bu səhifənin paylaşıb yayılmasına kömək olacaq. Öncədən hər birinizə təşəkkürümü bildirirəm və çalışaram ki, daha gözəl fikirlərimi formalaşdırım. Bu hazırlıqsız, konspektsiz gecənin bu saatında qəlbdən gələn sözlərdir.